Bugünkü mövzumuz universitetlərdəki mühazirələri və mətnləri daha effektiv oxumaq və müasir oxumaq texnikaları haqqında danışmaq olacaq. İlk öncə, gəlin effektiv oxumaqdan danışaq. Müəyyən fəndlərdən istifadə etməklə tələbə gənclər çətin mühazirələri daha effektiv oxuya və dərindən dərk edə bilərlər. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır. İlk öncə ilkin baxışdan danışmaq istərdim. Mühazirələri oxuyarkən ilkin baxış şərtdir. Burada mövzunun başlıqlarına, alt başlıqlarına, qrafik və cədvəllərə əvvəlcədən göz gəzdirmək lazımdır. Bu, beynimizdə həmin mətnlərlə bağlı ilkin xəritəni formalaşdırmış olur. Növbəti punkt aktiv oxumadır. Sadəcə oxumaq yox, suallar verməklə oxumaq lazımdır. Müəllif burada nə demək istəyir? Bu anlayış hansı problemə cavabdır? Kimi vacib cümlələri özümüzə sual kimi verməliyik. Bu anlayış hansı problemə cavabdır? Kimi vacib cümlələri işarə eləmək və qeydlər aparmaq şərtdir. Üçüncü məsələ mətni hissələrə bölməkdir. Çətin mətnləri birdəfəlik oxumağa çalışmamalıyıq. Belə olan təqdirdə biz daha çox vaxt itirə bilərik. Mətnləri bölməklə və hər bir hissəyə 20-25 dəqiqəlik oxu seansları tətbiq etməklə mətnləri daha yaxşı oxumuş və öyrənmiş olarıq. Növbəti element əlavə mənbələrdən istifadə eləmədir. Bu nə deməkdir? Mövzunu başa düşməkdə əgər hər hansısa bir çətinlik çəkiriksə, daha sadə izahlı kitablardan, video və ya məqalələrdən istifadə etmək olar. Müxtəlif izahlar bir anlayışı daha da möhkəmləndirə bilər. Effektiv oxumaya nail olmaqdan ötürü daha bir vacib element müzakirələr və izahatlardır. Biz oxuduğumuz mətnləri və mühazirələri dostlarımızla, qrup yoldaşlarımızla müzakirə etməliyik. Eləcə də öyrəndiyimiz materialları kiməsə izah etməklə yaddaşımızda həmən mühazirələri daha yaxşı möhkəmləndirə bilərik. Növbəti metod misallarla əlaqələndirməkdir. Biz oxuduğumuz abstrakt nəzəriyyələri gündəlik həyatdan misallarla bağlamağa çalışmalıyıq. Bu zaman beynimiz məlumatı real kontekstə köçürür və yaddaşda həmin məlumatlar daha da qalıcı olurlar. Və sonuncu danışmaq istədiyimiz punkt davamlı təkrarlamadır. İlk oxunuşdan sonra, bir gün sonra, bir həftə və bir ay ərzində oxuduğumuzu təkrar etməliyik. Əks təqdirdə oxuduğumuz materiallar bizim yaddaşımıza tam hopmayacaq. Ona görə də davamlı təkrar etmək çox vacibdir. İndi isə biz Feynman texnikası haqqında danışacağıq. Effektiv oxumada mövcud olan vacib texnikalardan biri Feynman texnikasıdır. Bu texnika mürəkkəb mövzuları sadə və aydın şəkildə başa düşmək və yadda saxlamaq üçün istifadə olunan öyrənmə metodudur. Bu üsul məşhur fizik Richard Feynman tərəfindən tətbiq olunmuşdur. Feynman texnikasının əsas addımları nələrdir? İlk öncə oxuduğumuz mövzunu seçirik və öyrənməyə başlayırıq. Misal üçün, əgər bizim mövzumuz riyaziyyatdan kvadrat tənliklərin həlli mövzudursa, biz kvadrat tənliklərə aid mövzunu oxuyub başa düşməyə çalışmalıyıq ilk öncə. İkinci mərhələdə həmən keçdiyimiz və oxuduğumuz mövzunu öz sözlərimizlə izah etməliyik. Misal üçün, elə yazaq ki, bu mövzunu sanki orta məktəb şagirdinə izah etmiş kimi yazırıq. Çətin terminlərdən qaçmaqla, sadə dil vasitələrini işlətməklə. Üçüncü mərhələdə isə biz boşluqları tapıb təkrarən öyrənirik. Bu nə deməkdir? Bildiyimiz kimi ikinci mərhələdə biz sadə dillə izah edirik və izah edəndə özümüz öz çətinliklərimizi görmüş oluruq. Nəticədə nə bizə aydındır, nə bizə aydın deyil, bəlli olur. Geri dönüb həmən hissəni daha yaxşı öyrənməyə başlayır. Və Feynman texnikasının sonuncu mərhələsi sadələşdirmək və analoqları tapmaqdır. Bu nə deməkdir? Sonda biz mövzunu gündəlik həyatdan olan nümunələrlə izah eləməyə başlayırıq. Misal üçün, elektronların hərəkətini yol ilə gedən maşınlara bənzətməklə biz analoqlar gətirmiş oluruq. Yaxşı, bəs bu texnika nəyə görə güclü və populyar sayılır? Feynman texnikası bizi pasiv oxumaqdan çıxarıb aktiv öyrənməyə məcbur edir. Bilikləri sadələşdirərək həqiqətən başa düşmədiyimiz yerləri üzə çıxarır. Mövzunu başqasına izah edirmiş kimi düşündüyümüz üçün yaddaşımızda mövzu daha yaxşı qalmış olur. Mühazirə mətnlərini oxuduqda vacib olan məqamlardan biri də kontekst üsulundan istifadədir. Misal üçün, biz əgər Shakespeare'in 2-ci Richard əsərini oxuyuruqsa, bu əsərdə elə məqamlar ola bilər ki, biz onu yaxşı başa düşməyə bilərik. Buna görə də istifadə etdiyimiz metodlardan biri kontekst üsulu ola bilər. Bu nə deməkdir? Biz 2-ci Richard'ın dövrünə aid olan tarixi hadisələri
başqa mənbələrdən oxumağa başlayırıq. Nəticədə Şekspirin 2-ci Richard əsəri bizə daha aydın olmuş olur. Kontekst üsulundan istifadə zamanı mətnə və mövzuya girməzdən öncə özümüzə suallar verməyimiz şərtdir. Misal üçün, oxuduğumuz əsər haçan yazılıbdır, kim tərəfindən yazılıbdır və s. Kontekst üsulunun üstünlüyü ondan ibarətdir ki, oxuduğumuz mətnlə bağlı fərqli, artıq bizə tanış olan sözlər, ifadələr və hadisələri görə bilirik. Nəticədə məlumatlar beyində daha yaxşı möhkəmlənir. Bildiyimiz Wikipedia saytı kontekst üsulundan istifadə üçün ən əla və çox yayılmış vasitələrdən biridir. İndi isə biz əsas oxuma strategiyalarından danışacağıq. Bir neçə çox yayılmış oxuma strategiyaları mövcuddur. Bunlardan biri səthi oxumaqdır. Buna ingilis dilində skimming də deyilir. Burada məqsəd mətnə sürətlə göz gəzdirib ümumi ideyanı tutmaqdır. Daha çox böyük mətnlərdə əsas mövzunu anlamaq, imtahana hazırlıq zamanı ümumi baxış əldə etmək üçün istifadə olunan bir texnikadır. Scanning strategiyası. Bu strategiyanın məqsədi mətnin içindən xüsusi məlumatları tapmaqdır. Misal üçün, hər hansısa bir cədvəldə, statistikada hansısa rəqəmləri, tarixi faktları və yaxud müəlliflərin adlarını tapmaq üçün scanning metodundan istifadə olunur. Növbəti vacib strategiya dərin oxumaq strategiyasıdır. Buna bir növ intensive reading də demək olar. Məqsəd burada mətnin hər bir detalını, argumentini və anlayışını diqqətlə anlamaqdır. Daha çox elmi məqalələri və hüquqi mətnləri oxumaq üçün istifadə olunan bir strategiyadır. Və tənqidi oxumaq strategiyası. Buna critical reading də deyilir. Mətnin təkcə nə dediyini yox, necə dediyini, nə dərəcədə əsaslı olduğunu təhlil etmək üçün istifadə olunur. Burada oxucu müəllifin məqsədini, argumentlərinin gücünü və tərəfkeşliyini və sonda qısa olaraq belə deyə bilərik. Sürətli oxumaq üçün skimming və scanning metodları, dərin başa düşmək üçün intensiv və aktiv oxumaq, tənqidi düşüncə üçün isə tənqidi oxumaq, yəni critical reading vacib strategiya sayılır.